Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Beyləqanda itkin kimi axtarılan qadının meyidi tapılıb. Ötən ay rayonun Qaradağlı kəndində itkin düşdüyü bildirilən Şücaət Müslüm qızı İsmailovanın meyitinin qalıqları kolluq ərazidə aşkarlanıb. İlkin məlumata görə, qadının meyiti vəhşi heyvanlar tərəfindən parçalanıb. Faktla bağlı prokurorluqda araşdırma aparılır, ekspertiza təyin olunub. Daşıdığım ürək eyni ürəkdir, amma mən əvvəlki iradə deyiləm. Xəbər verilir ki, bunu müğənni İradə İbrahimova deyib. Mədəni şouda qonaq olan sənətçi ailə münasibətlərindən danışıb. Valideyn, həyat yoldaşı, bir evdə gəlin olmaq mənə çox gözəl hisslər yaşadım. Çox şey qatıb. Daşıdığım ürək eyni ürəkdir, amma mən əvvəlki iradə deyiləm. Nə həyatım, nə həyat yoldaşıma olan münasibətim dəyişməyib. Bizim indi bir-birimizdən uzaq olmağımızı bəzən insanlar qəbul edə bilmir ki, ər-arvad arasında məsafə olar. Bu mənim qalxanımdır və məni qoruyur.